Salam uşaqlar. Bugün sizlərə insan orqanizmdə həzm mövzusundan bağırsaqlarda həzm hissəsinin izahını verəcəm. Biz bilirik ki, mədədə həzm olunmuş qida qalıqları bağırsağa ötürülür. Bağırsaq ilk olaraq mədədən sonra nazik bağırsaq gəlir. Nazik bağırsaq 3 hissədən ibarətdir, xatırladırsa. Hansılar idi? Birincisi 12 barmaq bağırsaq, acı bağırsaq və qalça bağırsaq. Mədədə müəyyən qədər həzm olmuş qida hissə həzm kanalının digər şöbəsi nazik bağırsağın 12 barmaq şöbəsinə ötürülür. Deməli, 12 barmaq bağırsağa ötürülür. Əgər şəkilə diqqətlə buradan baxsaq, görərik ki, burada bu nazik bağırsaq. Şəkildə bu hissə nazik bağırsaq kimi göstərir. Baxın, sarı rənglə verilən nazik bağırsaqdır. Qida mədədən, bax bu mədədir. Qida mədədən ilk olaraq baxın nazik bağırsaq ötürdü. Nazik bağırsaq burada davamıdır. Yaşıl rəngi olan isə yoğun bağırsaqdır. Nazik bağırsağa qaraciyər və öd axarlar açılır. Baxın, bu qaraciyərdir. Qaraciyərdən öd yığışır öd kisəsinə və bir axarla nazik bağırsaq açılır öd. Baxın, öd axarı. Bir də mədənin altında, arxa hissəsində mədə-altı vəzi var. Mədə-altı vəzinin də axarı nazik bağırsaq açılır. Yaxşı, bunlar nə gətirirlər özlərindən? Deməli, nazik bağırsağın həzm prosesinə iştirak edən fermentlərin əsası mədə-altı vəzdən gəlir. Mədə-altı vəzi nazik bağırsağa 3 dənə ferment verir. Hansılardır? Tripsin, lipaza, bir də amilaza fermentləri göndərir. Deməli, tripsin, lipaza, amilaza. Tripsin zülalların həzminə kömək eləyəcək, lipaza yağların həzminə, amilaza isə karbohidratların həzminə kömək eləyəcək. Bəs qaraciyər nə göndərir nazik bağırsağa? Nazik bağırsağın 12 barmaq şöbəsinə, qaraciyər isə öd göndərir. Öd ilk olaraq öd kisəsinə yığılır. Öd kisəsinin bir axanı 12 barmaq bağırsağa açılır və ödün funksiyaları nə idi? Gəlin ilk olaraq ödün funksiyalarını nə olduğunu bilək. İlk olaraq gəlin qaraciyər hansı hissədə yerləşir, mədə-altı vəzi harda yerləşir, funksiyalarını öyrənək. Qaraciyər mədə orqanizmin sol tərəfdə yerləşir, qarın boşluğunun sol tərəfində. Qaraciyər isə qarın boşluğunun sağ tərəfində yerləşir. Yəni mədənin əksi istiqamətdə yerləşir. Qaraciyər özü epitel toxumasından ibarətdir. Ən böyük həzm vəzimizdir. Deməli, qaraciyər öd axarı ilə öd əmələ gəlir və öd kisəsinə toplanır. Öd kisəsi öd axarı ilə 12 barmaq bağırsağa açılır. Qaraciyər 12 barmaq bağırsaq bir sıra funksiyalar var orqanizmdə. Bunların qaraciyərin əmələ gətirdiyi ödün bir sıra funksiyaları var. Deməli, hansı funksiyalardır? Öd nazik bağırsaqda qələvi mühit yaradır. Gəlin burada oxuyaq, bir-bir də izah verəcəm. Deməli, ödün təsiri altında yağlar kiçik damlalara parçalanır. Bu yağların kiçik damlalara birinci funksiyası nə oldu? Yağların kiçik damlalara parçalanması. Kiçik damlalara parçalanması. Bu necə həzm? Mexaniki həzm adlanır. Qısa yazıram. Mexaniki. Deməli, öd ilk olaraq mexaniki həzmi həyata keçirdi. Yağların kiçik damlalara parçalanması. Deməli, sonra başqa funksiyaları hansılar? Deməli, ödün təsiri altında yağlar kiçik damlalara parçalanır. Öd həm də mədə-altı vəzin fermentlərini fəallaşdırır. Deməli, mədə-altı vəzdən gələn 3 ferment var. Tripsin, lipaza, amilazanın funksiyasını fəallaşdırır. Deməli, fermentləri fəallaşdırır funksiyalarından biri. Budur. Sonra ödün başqa funksiyaları. Qələvi mühit yaradır. Bir də mikrobları məhv edir. Deməli, qələvi mühit yaradır. Bağırsaqda qələvi mühit yaradır. Bir də bağırsaqda mikrobları məhv edir. Bu ödün funksiyalarına aid edir. Sonra bağırsaq boşluğunun həzm fermentlərinin təsiri altında həzm prosesi davam edir. Həzm fermentləri hansılardır? Bağırsaq boşluğuna gələn həzm ferment. Mədə-altı vəzin gətirdiyi tripsin, lipaza, amilaza. Uşaqlar,
Tripsin zülalların həzmini həyata keçirdi. Biz deyək ki, mədədə də pepsin var idi. Pepsinlə tripsini qatmayın. Mədədə zülalın həzmini həyata keçirən pepsin idi. Bağırsaqlarda zülalın həzmini həyata keçirən tripsin idi. Bundan başqa lipaza və amilaza. Deməli, bütün üzv birləşmələrin həzmi sonda bağırsaqda tamamlanırdı. Hamısı bağırsaqdan qana keçib tamamlanıb və sonrası idi qana. Bağırsaq boşluğunda həzm fermentlərinin təsiri altında həzm prosesi getdi. Həzm fermentlərində dedik, tripsin, lipaza və amilaza. Nazik bağırsağın daxili divarı bir qatlı yastı epiteli hüceyrələrindən ibarət olub, 1 sm kvadratda 2500-ə qədər xov yerləşir. Gəlin ilk olaraq nazik bağırsağın quruluşuna baxaq. Bu şəkildə verildiyi nazik bağırsağın quruluşudur. Üstdən nə ilə örtülür? Birləşdirici toxuma qatından, dirici, orta saya əzələ qatından, saya burada da qeyd edib, saya əzələrini qeyd edib özləri burada və daxildən isə xovlu qatdan ibarətdir. Xovlu qatın quruluşu burada yaxından mikroskopik quruluşunu veribdir. Xovlar 1 sm kvadratda 2500-ə yaxın xov var. Xovun funksiyası nədir? Bağırsağın səthini genişləndirir. Sanki bu xovlar bağırsaq daxili səthini genişləndir. Bu da qidanın sorulmasını asanlaşdırır. Xovların özü bir qat epiteli, yastı epiteli. Bax, bu bir qat yastı epiteli hüceyrələrdir. Yaxınlaşdırsaq görəcəksiniz, yastı epiteli hüceyrələr bir qat epiteli hüceyrələrindən ibarətdir. İçərisi qan damarı gəlir, bir də limfa damarı gəlir. Qan damarı, göylə mavi, qırmızıdan gördüyümüz qan damarı və sarı rəngdən gördüyümüz limfa damarları xovlara gəlir. Xovlar nədə iştirak edir? Xovlar üzərində mikroxovlar var. Baxın bu hissədə mikroxovlar. Onlar da iştirak edir. Membran həzmində iştirak edirlər. Deməli, ilk olaraq bağırsaqlarda qidanın həzmi bağırsaqlarda həzm, bağırsaqlarda həzm prosesi. Birinci membran həzmi, yox, birinci üzr, boşluq həzmi, ikinci membran həzmi, üçüncü isə soğuk prosesi. Deməli, bağırsaqlarda həzm prosesi 3 hissədən ibarət. Boşluq həzmi, membran həzmi, sorulma. Deməli, bağırsaqlarda ilk olaraq bağırsağın daxili hissəsində fermentlərin təsiri ilə boşluq həzmi gedir. Bağırsağın daxilində. Boşluq həzmindən sonra qida hissələri, baxın burada mikroxovcuqlar üzərində olan fermentlər qidalı maddələri parçalamasına təsir edir və membran həzmini başladır. Deməli, boşluq həzmindən sonra membran həzminə gedəcəkdir. Burada boşluq həzmi haqqında da biraz verir. Bağırsaq boşluğunda həzm. İlk olaraq bağırsaq boşluğunda həzm gedir. Sonra bu birinci həzmdir. Sonra mikroxovcuqlarla membran həzmi getdi. İkinci həzm membran həzmi. Deməli, membran həzmi nəticəsində alınan maddələr, amin turşuları, glikoza, qana, yağlar və isə limfaya sorulur. Uşaqlar, membran həzmi mikroxovcuqlarda gedəcək və mikroxovcuqlarda həzm olunan qida maddələri, yəni karbohidratların son olaraq şəkərlərə parçalanacaq. Zülallar son olaraq amin turşularına parçalanır. Şəkərlər və zülal suda həll olur. Amin turşuları, şəkərlər və amin turşuları suda həll olunurlar və onlar birbaşa qana sorulurlar. Yağlar isə gliserin və yağ turşularına parçalanacaq. Amma gliserin və yağ turşularından membranın hüceyrələri tərəfindən, yəni bu membran hüceyrələri tərəfindən gliserin və yağ turşudan insan orqanizmə lazım olan yağlar sintezi olunacaq. Və bu sintez olmuş yağlar isə limfaya sorulacaqdır. İlk olaraq limfaya sorulacaq, ondan sonra qan damarlarına sorulacaq. Belə ümumiləşdirsək, deməli,
Bağırsaqda həzm prosesi getdi. Fermentlərin təsiri ilə hansı fermentlər idi? Amilaza, tripsin, lipaza təsiri ilə bağırsaqda həzm getdi. Həzm olunmuş zülallar amin turşularına çevrildi. Karbohidratlar glikozaya çevrildi və amin turşuları glikoza suda yaxşı həll olduqları üçün qana soruldu. Yağlar isə xovların divarında gliserin və yağ turşularına çevrilir. Və buradan da xovların elə divarındaca yeni orqanizm üçün yeni yağlar sintez olunur. Və yeni yağlar, sintez olunmuş yağlar ilk olaraq limfaya keçəcək, ondan sonra qan damarlarına keçəcək. Burada da qeyd edeyim, yazın bəlkə. Deməli, yağlar, amin turşu, bir də glikoza, ikisi birlikdə qana keçdi, qana. Yağlar isə əvvəlcə limfaya, daha sonra da limfaya, daha sonra qana keçəcək. İndi isə burada bir şəkil var. Şəkilə diqqətlə baxaq. Şəkildə bizə nazik bağırsaqda qida mabı, bu sarı hissədə nazik bağırsaq simvolunda veribdir. Qırmızı hissə isə qan damarları simvolundadır. Deməli, nazik bağırsaqda qida maddələri görürsünüz. Bu iri molekulu bir-birinə birləşmiş iri molekulu birləşmələrdir. Bunlar nazik bağırsaqda qida maddələridir. Qida maddələri qana görürsünüz keçə bilmir. Çünki iri molekulu birləşmələrdir və buna görə də qan damarına keçə bilmirlər. Nazik bağırsaqda qidaya, iri molekulu birləşməyə qara rəngdə verilən hissələr var. Bunlar ferment timsalındadır. Fermentlər təsir eləyir, qida hissələri parçalanır. Parçalanan sonra qan dövranına qoşulur, yəni qana keçir. Hansı yolla? Baxın, parçalandı, xırda hissələrə böldü, sonra isə onun qana keçməyini göstərir. Burada baxın, qida hissələri parçalanır. Yəni bunu biz deyərik, amin turşuları deyə bilərik bu xırdalara və yaxud da ki, amin turşuları, şəkər, glikoza deyə bilər ki, birbaşa qana keçdi. Görürsünüz, qana keçdi. Bu nəyin sayəsində? Difuziya sayəsində. Difuziya nəyin sayəsində? Biz bilirik sayəsində olur. Biz bilirik ki, kapilyer divarların kapilyer damarların divarı bir qatlı epitelidən ibarətdir. Həmçinin bağırsaqda, baxın, bağırsaq xovlarının divarı da bir qatlı epiteldən ibarətdir. Başqa bir qatlı epitelini biz harada görürük, xatırladaq. Başqa bir qatlı epiteldə biz görürük ki, alveolarda da görürük. Çünki difuziya prosesi bir qat epiteldə daha yaxşı gedir. Deməli, nəticə olaraq qida hissəcikləri parçalandı ən xırda hissələrə, amin turşulara, glikozaya və bunlar da qana difuziya yolu ilə keçir və bir qat epitel divardan. Bu isə bir qat epitelini göstərir. Bura baxaq. Qida maddələrinin həzmi sorulması əsasən nazik bağırsaqlarda gedir. Çünki əsas fermentlər nazik bağırsaqda və bağırsaq xovları da nazik bağırsaqlar var. Yəni, yoğun bağırsaqda bağırsaq xovları yoxdur. Həzm olmayan qida maddələrin qalıqları nazik bağırsağın dalğavari hərəkəti, yəni peristaltika. Peristaltika nə idi? Həzm kanalında qida hissəciklərinin həzm sayəsində, saya əzəllərinin sayəsində bir istiqamətli hərəkəti idi. Peristaltikası nəticəsində yoğun bağırsağa ötürülür. Yoğun bağırsaqda suyun əsas hissəsi qana sorulması gedir. Yəni, yoğun bağırsağın ən əsas funksiyası suyun əsasın qana sorulmasından ibarətdir. Yəni, funksiyalarından biri də suyun qana sorulmasıdır. Və nəcid kütləsinin formalaşması bədəndən xaric edilməsidir. Nəcid kütləsinin formalaşması və bədəndən xaric edilməsi prosesi defekasiya adlanır. Defekasiya, baxın buranın. Defekasiya prosesi adlanır. Yəni, yoğun bağırsağın əsas funksiyalarından bu. Yoğun bağırsaqda seliklik qişasında yerləşən vəzlərin ifraz etdiyi şirənin tərkibində çoxlu selik var, az miqdarda isə ferment var. Selik nəyə kömək edir? Selik qidanın orqanizmə xaric olmasına kömək edir. Az miqdarda da fermentlər var. Yoğun bağırsağın ilk şöbəsi hansıdır? Kör bağırsaq, sonra çəmbər bağırsaq, daha sonrası düz bağırsaqdan ibarətdir. Kör bağırsaq yoğun bağırsağın birinci şöbəsidir. Limfositlər və bağırsaq çöpü bakteriyalarından zəngindir. Kör bağırsaq həm də
burada bağırsaq çöpü bakteriyaları var ki, bunlar da bitki mənşəli qidaların həzminə kömək edir. Çünki başqa selülozanın parçalanmasını həyata keçirir. Bundan başqa yoğun bağırsaqda K və B qrup vitaminlərinin yaranması təmin olunur. Yoğun bağırsaq suyun qana sorulması, nəcid kütləsinin formalaşması baş verir. Nəcid kütləsi diafraqma əzələləri və qarın əzələlərinin iştirakı ilə bədəndən xaric olunur. Deməli, yoğun bağırsaqda bir sıra əsas funksiyalar var. Bizə dedik, suyun geriyə sorulması, nəcid kütləsinin defekasiya sayəsində orqanizmdən xaric olunması. Bundan başqa yoğun bağırsaqda biz deyə bilərik ki, bitki mənşəli qidaların həzmi yoğun bağırsaqda gedir. Çünki selülozanı parçalayan bağırsaq çöpü bakteriyaları yoğun bağırsaqda var. İnsan immun sisteminin formalaşmasında yoğun bağırsaqda yerləşən bakteriyaların böyük rolu var. Bundan əlavə kör bağırsaqda limfositlərlə zəngindir və bu limfositlər də immun sistemin formalaşmasına kömək edirlər. K və B qrup vitaminləri yaranması yoğun bağırsaqda gedir. Baxın, burada diqqət edin. K və B qrup vitaminlərinin yaranması harda getdi? Yoğun bağırsaqda getdi. Burada şəkilə nəzər salsaq, burada şəkildə yoğun bağırsaqda nəcid kütləsinin formalaşmasıdır. Yoğun bağırsağın segmentli quruluşu. Bax, burada əvvəl fikir verin, burada segmentlər var. Bax, bu segment bu hissələrdir. Segmentlə quruluş. Deməli, yoğun bağırsaq segmentli quruluşun olması halqavari yığılması nəticəsində nəcid kütləsi qarışsa da irəliyə doğru itələnməsi baş vermir. Çünki burada suyun sorulması prosesi gedir. Buna görə də hələ ki itələnmə baş vermir. Bundan sonra əgər su sorulursa, su sorulub bitəndən sonra əzələlər açılır, yəni peristaltika nəticəsində nəcid kütləsi qarışır və bu zaman segmentlərin arxasındakı əzələlər yığılır, öndəki isə boşalır. Baxın belə, bura yığılır, bu hissə yığılır, bu hissə isə boşalır və bir istiqamətli hərəkət başlayır. Gün ərzində 2-3 dəfə güclü təkanlar baş verir, nəticədə nəcid kütləsi irəli ötürülür və xaric edilir. Bu prosesə defekasiya adlanır. Defekasiya prosesi qarın əzələləri, bir də diafraqma əzələlərinin köməyi ilə gedir. İndi tapşırıqlara baxaq. Tapşırıqlarda bizə nə deyir? Öyrəndiklərinizi tətbiq edin. Cədvəli tamamlayın. Həzm vəzləri verib, ağız suyu vəzləri. Ağız suyunda nə var? Amilaza ferment, ifraz etdiyi ferment. Amilaza var, maltoza var, amilaza var. Yox, maltaza, üzr istəyirəm. Amilaza və maltaza var. Ağız suyunda bir dəqiqə yazaq. Amilaza. Bir də maltaz. Bir də hansı maddələrə təsir edir? Karbohidratlara təsir edir və hansı şəraitdə zəif qələvi. Sonra mədə vəzləri. Mədə vəzlərinə pepsin, ifraz etdiyi ferment pepsin, bir də xlorid turşusu. Deməli, nəyə təsiri? Zuallara. Sonra, məsələn, ximozin də burada verə bilərəm. Ximozin, süd zulalına. Bir də, burada yer yoxdur, lipaza da verərəm süd yağlarını. Süd zulalları, bir də süd yağlar. Süd, sı yazıram burada, süd yağlarına təsir göstərir. Yağları. Sonra hansı şəraitdə təsir? Turş mühitdə. Deməli, mədə-altı vəzi. Mədə-altı vəzi amilaza, sonra tripsin, bir də lipaza. Hansı maddəsi? Zülal, yazıram. Zülal, yağlara, bir də karbohidratlara təsir göstərir. Hansı mühitdə? Qələvi mühitdə. Qaraciyər. Qaraciyər nə hazırlayır? Qaraciyər öt hazırlayır. Və bu ferment deyil. Öt ferment deyil. Hansı maddəyə təsir göstərir? Yağlara təsir göstərir.
yağlara təsir. Bir də fermentləri aktivləşdirirdi qaraciyər. Və hansı şəraitdə qələbi, özü də qələbi mühit yaradırdı bağırsaqda. Bağırsaq bəzləri peptid, saxaroz, peptidlər, peptid, saxarozalar, lipidlər və lipidlər. Saxaridlərə yağ, peptidlər, saxaridlər, yağlar təsir göstərir. Təsir elədiyi mühit qələbi. Qələbi mühitdə təsir göstərir. Yazır, nazik, müzakirə edir. Həzm prosesi zamanı yoğun bağırsaq suyun qana sorulması orqanizm üçün əhəmiyyəti nədir? Orqanizm üçün əhəmiyyəti odur ki, artıq su itkisinin qarşısı alınır. Çünki əgər su qana sorulmazsa, bədən artıq su itirərdi. Deməli, öyrəndiklərimizi yoxlayın. Nə üçün mədə silik əmələ gəlir? Mədədə silik ona görə əmələ gəlir ki, mədə divarını daxili qatın silik qatla əhatə olunur. Özünün mədədə biz deyirik xlorid turşusu da var axı. Bir də fermentlər var. Mədə xlorid turşusundan, fermentlərin təsirindən qoruyur. Əgər silikli qat az olarsa, xlorid turşusu mədədə silik az əmələ gələrsə, xlorid turşusu mədə divarına təsir göstərir, onu qıcıqlandırar, yandırar, qastrit əmələ gətirir, mədə yaraları, qastrit kimi xəstəliklər əmələ gəlir. Yəni mədəni özünün xlorid turşusundan qoruyur mədə divarını. Nə üçün həzm fermentləri ilə yanaşı mədə vəzləri xlorid turşusu ifraz edir? Çünki xlorid turşusu həzm fermentlərini aktivləşdirir. İnsanda mədə xorası xəstəliyi zamanı aktivləşib bir də mikrobları öldürür. İnsanda mədə xorası xəstəliyi zamanı mədənin bir hissəsi cərrahi üsulla kəsib götürürlər. Nəticədə hansı maddələrin həzmi çətinləşə bilər? Biz bilirik ki, mədədə hansı ferment var idi? Pepsin var idi. Pepsin də zülalların həzminə kömək edirdi. Bir də ximozin var idi, lipaza var idi, süd zülalları və süd yağları. Deməli, süd zülalları və süd yağlarının həzmi çətinləşə bilər. Sizcə nə üçün ferment tərkibli dərman həbləri xüsusi örtükdürdür? Çünki nazik bağırsağa çatana qədər mədədəki xlorid turşusundan qorunması üçün, mədə xlorid turşu mühitdə axı, onun xlorid turşusu məhv etməsin deyə onu. İndi gəlin elm texnologiya həyat hissəsinə baxaq. Elm texnologiya, uşaqlar, mədə bağırsaq xəstəlikləri öyrənmək çox çətindir. Yəni bu xoşagəlməz ağrı hiss oluna bilər və ya ağrılı bir prosesdir, çətindir, ağrılı proses. Bunun üçün də bir sıra texnoloji avadanlıqlar işlənib hazırlamışdı. Bunlar da burada şəkildə gördüyünüz avadanlıqlar mədə bağırsaq xəstəliklərini öyrənmək üçün istifadə edilir. Deməli, mədə bağırsaq xəstəliklərini öyrənməsi radioterametriya üsulundan istifadə edilir. Baxın, radioterametriya üsulundan istifadə edilir. Bu üsul nədir? Radioterametriya üsulunda miniatür radiokapsullardan var. Miniatür radiokapsula. Bunlar radiokapsullardır. Miniatür radiokapsuldan istifadə edərək həzm sisteminin bütün hissələrini, temperaturu, təzyiqi və başqa göstəricilər uzun müddət ölçmək üçün istifadə edilir. Radioterametriya sisteminin iş prinsipi həzm sisteminə keçərək ətraf mühitdə baş verən müəyyən fiziki, kimyəvi və fizioloji dəyişikliklər hiss etməkdir. Deməli, bu radioterametriyada radiokapsullar, kiçik kapsullardır, bu kapsulları ağız vasitəsilə udurlar və bu həzm kanalından keçərkən həzm orqanlarında fiziki, kimyəvi və fizioloji dəyişiklikləri ölçür və bu ölçməni xüsusi qəbul edici avadanlıq olur. Ona ötürür. Ölçümü qəbul edici avadanlığı ötürür və burada analiz olunur. Həzm sisteminin funksiyası analiz olunur.
İndi isə keçək xülasə hissəsinə diqqətlə yetsək və bu ən vacib hissələrdən də xülasə hissəsi. Ağız suyunun vəzləri var, mədə vəzləri, qaraciyər bunları yaxşı öyrənin. Bir də funksiyaları var burada. Zülallar orqanizmin əsas funksiyaları inşaat materialı, hüceyrə və toxumaların yenilənməsi, yağlar orqanizm enerji ilə təmin edir. Biz deyirik yağlar məsələn ən 38,9 kilojul enerji ayırırdı və istilik tənzimini həyata keçirir. Çünki ən yüksək enerji ayrılan yağlar idi. Karbohidratlar əsas enerji mənbəyidir. Çünki ən rahat enerji, ən çox əsas enerji mənbəyi dedik. Ən çox karbohidratlardan gəlir enerji bizə. Miqdar olaraq, kilocol olaraq az olsa da, ən rahat əldə olunan karbohidratlardır. Ona görə də enerjinin əsas enerji mənbəyimiz karbohidratlardır. Vitaminlər, maddələr mübadiləsinin tənzimlənməsi, böyümə prosesi, xəstəliklərə qarşı müqavimət göstərir, mineral maddələr və su. Bunlar da orqanizm üçün vacib elementlərdir. Gəlin bu ümumiləşdirici tapşırıqlara baxaq. Ümumiləşdirici tapşırıqlar hissəsində məntiqə əsasən sual işarəsinin yerinə uyğun gələn anlayışları müəyyən edin. Burada yazıb ilk olaraq nazik bağırsaqdan sonra nazik bağırsaq, mədədən sonra yerləşən şöbə. Yaxşı, burada isə öndən yazacaq. Nazik bağırsaqdan sonra yerləşən şöbə bu nədir? Yoğun bağırsaq. Yoğun bağırsaq da nazik bağırsaqdan sonra yerləşən şöbədir. Sonra mədə zülalların parçalanması başlayır. Karbohidratların parçalanması isə ağız boşluğunda başlayır. Ağız boşluğu. Deməli, lizasim ağız suyu vəzləri, pepsin isə mədə vəzləri. Mədə vəzləri. Deməli, həzm kanalının ilk şöbəsi ağız boşluğu, həzm kanalının son şöbəsi yoğun bağırsaq. Yoğun bağırsaqdan düz bağırsaq şöbə deyirsə. Yoğun bağırsaq, düz bağırsaq şöbəsi, düz bağırsaq. Orqanın ən böyük vəzi qaraciyər, həzm kanalının ən uzun şöbəsi nazik bağırsaq. Şəkilə də baxsaq görərik. Deməli, düzgün ifadələri plus, səhv ifadəsi minus ilə işarələyin. 1 qram yağın parçalanması 17,6 yox, 38,9 kilojol enerji alır. Bu səhvdir. Zülallar bağırsaqda gliserin və yağ turşularına parçalanır. Xeyr, zülallar bağırsaqda gliserin və yağ turşularına parçalanır. Zülallar birinci olaraq zülallar gliserin və yağ turşularına parçalanmırdı, amin turşularına parçalanırdı. Bir də zülalın həzmi mədədə də gedirdi. Dəmir eritrositlərin tərkib hissəsinə aiddir, bu düzdür. Həqiqətən. Orqanizmin əsas enerji mənbəyi yağlardır. Əsas enerji mənbəyi karbohidratlardır orqanizmdə. Yağlar enerji verir, amma əsas enerji mənbəyi karbohidratlar götürür. Kalsium duzları sümüklərin böyüməsini təmin edir, düzdür, kalsium duzları. C vitamini görmə pigmentinin tərkibinə daxildir. Xeyr, C vitamini deyil, burada görmə pigmentinin tərkibinə daxil olan A vitaminidir. Deməli, şəkildə həzm sisteminin bir hissəsi göstərilmişdir. Yəni, şəkilə baxsaq, diqqət baxsaq, mədə bu hissədən mədədir. Mədə bu hissəsi isə qaraciyərdir. Qaraciyər, bu isə 3 isə öddür, bu da öddür. Deməli, hansı iki struktur bitki yağlarının həzmində iştirak edir? Bitki yağlarının həzmində iştirak edəcək hansı iki struktur bitki yağı? Bitki yağlarının həzmində iştirak. Biz bilirik ki, bitki yağlarının həzmi mədədə getmir. Yəni, 2-də getmir. Başqa bizə verir, qaraciyərin özündə özü iştirak eləmir, birbaşa öd hazırlayıb, ödü göndərir. Deməli, birinci 3, bir də mədə-altı vəzi iştirak edir, 3 və 5. Dördüncünə baxaq. 1-dən 4-ə rəqəmləri ilə hansı dişlər göstərilmişdir? Birinci rəqəm kəsici dişlər. Bir çənədə 4 dənə idi. Qabaqda bu hissə 4 dənə. Kəsici diş. Ümumi olaraq 8 dənə olurdu. 2 köpək dişləri. İkinci köpək 1 kəsici. 2 köpək dişləri. Üçüncünə baxaq. Üçüncü kiçik ağzı dişi. Kiçik ağzı.
Dördüncü isə böyük yazı dişləri. Beşinciyə baxaq. Ağız boşluğunda qida hansı dəyişikliklərə məruz qalır? Ağız boşluğunda A variantda deyir, qidanın ağız suyu ilə islanması. Düzgün 3 cavabı seçin. Qidanın ağız suyu ilə islanması olur, düzdür. Plus qoyacağım qabağında. Qidanın xırdalanması, düzdür. Dişlər vasitəsilə xırdalanır. Yağların parçalanması, xeyr. Yağlar parçalanmır ağız boşluğunda. Sonra nişastanın parçalanması, düzdür. Nişastanın parçalanması. Zülalın parçalanması, xeyr. Deməli, ağız boşluğunda yalnız nişastanın, yəni karbohidratların həzmi gedirdi. Ona görə yağlarla zülalların parçalanmasını götürmədim. Digər 3 variantı götürdüm. 6-cı, açar sözlərdən istifadə cümlələri tamamlayın. Açar sözlər bizə burada verilir. 5 dənə. İndi variantlara baxın. Həzm kanalının genişlənmiş hissəsi. Nə adlanır həzm kanalının genişlənmiş hissəsi? Mədə. 3 qoya bilərəm. Sonra həzm kanalının ən uzun şöbəsi 1. Nazik bağırsaq. Xlorid turşusu mədə şirəsinin tərkibinə də mədə şirəsi 4. Sonra bağırsaq xovlarının funksiyası, qidalı maddələrin sorulması, suyun çox hissəsi yoğun bağırsaqdan sorulur. 1-3 rəqəmlərlə hansı ağız suyu vəzləri göstərilmişdir? 1 rəqəmi qulağın yanı hissəsində yerləşir. 2. Fikir versən dil altı. 3 isə çən altı. İndi 8-ci çalışmaya baxaq. 1 və 2 nömrəli şəkildə itin və qaramalın həzm sisteminin bir hissəsi göstərilmişdir. Yəni mədəsidir, bir də bağırsaqları. Hansı həzm sistemi qaramala aiddir? Cavabı əsaslanır. Qaramal həzm sisteminin quruluşu və onun qidalanma xüsusiyyəti ilə necə əlaqəlidir? Birinci şəkildə itinkidir, çünki bir kamerası var, görürük şəkildə. Bu mədəsidir, bu da bağırsağıdır. Burada isə qaramalda 4 kameralıdır. 4 kameralıdır və bu da qaramaldır. Və bağırsaqları uzundur. Deməli, bir itdir, 2 qaramaldır. Çünki mədəsinə görə deyə bilərəm. Bir də bağırsağa baxaraq da deyə bilərəm. Çünki bağırsağa diqqətlə baxsaq, itin bağırsağı daha qısadır. Çünki it əsasən ət tərkibli qida ilə qidalanır. Qaramal isə bitki mənşəli qida ilə qidalandığı üçün bağırsaqları uzundur. Biz bilirdik ki, bitki mənşəli qidaların həzmi çətin gedir. Ona görə tərkibində selüloz olduğu üçün buna görə də bağırsaqları uzundur. Dərsimiz bu qədər.